İranın ali dini rəhbəri dağıntılar altında verilmişdi və bugün də artıq səhər saatlarında təsdiqlənib ki, dağıntılar altındaydı. İndi bu konspirologiya Şeyx Nəsrullah da dağıntılar altından çıxarılıb Hizbullahın o zaman rəhbəridir. Bəli. Yəni bu təzə bir şey deyil ki. O arzuydu da, oradakilərin arzusuydu. Biz necə pezişkan istəyirik ki, əsas pezişkan idarə etsin. Bəs onda niyə qoymuyorsunuz O da onların arzuya? arzusuydu. Arzularınıza Bir şey mane də vardı. olursunuz. İndi Həsən Ruhani qeyd olundu. Həsən Bəli. Ruhani, yəni filan nüfuzludur, prezident vəzifəsində çalışıb və belə bir adam Amerikanın irəli sürdüyü 3 ağır şərti qəbul edəcəksə, bu artıq İrandakı rejim daha elə devrilmə anlamındadır. Çünki söhbət adın X qoy, Y qoy, Z qoy, alfa qoy, omega qoy, ondan söhbət getmir. Bu Amerikanın irəli sürdüyü bu şərtləri əgər Həsən Ruhani qəbul edir və hakimiyyətə gəlirsə, bu sadəcə bilirsiniz, bu İrandakı bütün rejimin mahiyyətini dəyişməyi deməkdir. Onda o geyimini dəyişsin, bir kostyum geysin, bir qalstuk taxsın, tamamilə başqa bir şeydir. Hansı formada idarə eləsin? Hansı reformada rəhbər məzmundan gedir. Prezident olmayacaq, yeni rəhbər olmalı. Hansı formada Bax, bunların da istəkləri rejimi dəyişməkdir də. Mən az öncə dedim axı siz Həsən Ruhani rejimin məhsuludur. Xamneyi necə etdi? Bu dini lider institutunu necə gücləndirdi? Hətta bunu yaradan Xameyninin dövründəkindən də güc etdi. İndi isə Yəni Xomeynin dövründən daha güclü bir. Daha güclü bir Xamneyi institut. Xameyninin şagirdi olub. Bəli, Qum şəhərində amma ondan dərs alıb, onun müəllimidir və həmin haqqında bəhs etdi. Siyabağın rəhbərlərindən birinci şəxsi elə Xamneyi olub.